Can Azərbaycan. Salam, hər vaxtınız xeyir olsun əziz dinləyicilər və əziz izləyicilər. İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Azərbaycan rəssamlıq sənətindən danışanda bugün elə böyük sənətkarlar, elə böyük adlar yadımıza düşür ki, həqiqətən bu adları, bu sənətkarları unutmağa qoymayan onların gördükləri işlərdir. Onlar hər bir işində Can Azərbaycan deməyi bacarıblar və deyərək də misilsiz işlərə imza atıblar. Belə sənətkarlarımızdan biri də rəssam Mir Teymur Məmmədovdur. Bugünkü verilişimizdə biz əziz və sevimli rəssamımızla həmsöhbət olacağıq. Xoş gəlmisiniz Mir Teymur müəllim. Hər vaxtınız xeyir olsun. Mən sizə əziz və sevimli sözünü o qədər ürəkdən deyirəm. Deməli bu yaxınlarda yolum içəri şəhərdən düşmüşdü və gördüm ki, sizin başınıza xeyli məktəbli toplaşıb. Bəli. Siz onlara o qədər ürəklə keramika sənətinin gözəlliklərini izah edirdiniz ki, onlar da sizə bilirsiniz necə baxırdılar. Yəni bir uşaq babasına baxanda nə hiss keçirir? İnanır, güvənir. Onların baxışlarında mən onu hiss elədim, onu gördüm və həm də bugün biz Mir Teymur deyəndə, bu imzanı hardasa görəndə başa düşürük ki, söhbət böyük əsərlərdən gedir. Mən bu əsərlərə görə və qazandığınız, xüsusən övladlarımızın sevgisini qazandığınız üçün sizə dərin təşəkkürümü bildirirəm, uğurlar arzu edirəm. Mənim yaradıcım hamısı bağlıdır, türkçülüklə bağlıdır, tamqalarla bağlıdır. O bizim əsasımız var, bizim torpağımız var, Qobustanımız var. Qobustan 40-45 min il bundan qabaq paleolitdir. Ondan sonra gəlir bürünc dövrü, sonra bir baxın neolit gəlir, yeni daş dövrü gəlir. O neolitdən biz bu yana görəcəyik ki, görün nə qədər bizdə gözəl rəssamlar olublar. Onlar da rəssamdılar. Nə olar ki, onlar mamutun dalıcını qaçıblar, yemək üçün qaçıblar. Amma onlar özlərini saymayıblar, rəssam onlar özlərini rəssam saymayıblar. Onların fikri, onların emosiyaları hamısı daşa keçir, petroglifa. Petros glifos Yunanistan dilində cızmadır, daşın üstündə cızma. O petrogliflər bizdə çox, o qədər bizdə zəngindir ki, bütün dünya biz məşhur. Amma ki, biz ondan başqa Altayı götürsək, 18 min il yaşı var. Biz orada görəcəyik tamqaları, bizim tamqaları, türk tamqaları. O tamqalar da hamısı nişandır. Tamqalar işarələr deməkdir də? Yox, nişanlar. Yəni damğa sözünə oxşuyur bir növ. Damğa o izdir. Aha. İz qalır. Orada çox yaxşı şeylər, yaxşı sual verdi. Çünki tamqa çox adam onu qarışdırır və başa düşmür ki, damğa izdir. Tamqadan izdir. Və biz görəcəyik ki, tamqalar iki yerə bölünür, əsas yerə. Bir var, sakral tamqalar var, hansı ki bağlıdır Tengri ilə, Tanrı ilə bağlı. Bəli. O da bağlıdır günəşlə. Ən əsas hər tərəfi bərabər xaç. Onun 18 min yaşı var. O nə deməkdir? Günəşdir, bölünür, necə deyirlər, 4 tərəfə. Yəni ki, içində də bir nöqtə var həmişə. Tanrı, deməli, məkanın 4 tərəfi mənə tabidir və xaç gəlir. Ondan sonra da onun arasında da gəlir nöqtələr, hansı ki, onlar da mənə tabidir. Buradan 4 tərəfli ulduz gəlir 8 tərəfi və bizim gerbimiz. Bəli. Yəni qədim türk inanclarında Tengriyə inam, bu haqda biz dəfələrlə danışmışıq verilişlərimizdə və sizin dediyiniz həmin o xaç da onların tamqalarında özünü göstərir. Amma xaç İsa peyğəmbərin yox. Xeyr. O ayaqlandı, uzundur, yəni ki, onun zülm veriblər o xaçın üstündə. Yox. O xaçdan söhbət gedir. Məkan və 4 tərəfə bölünmüş məkan. Mir Teymur müəllim, bütün rəssamlar, xüsusən məşhur dahi rəssamlar, nədənsə sonda gəlib çıxırlar keramika sənətinin üzərinə. Məsələn, Picasso'nun da keramika əsərləri var da. Niyə belə olur? Picasso'dur, Georges Braque'dir, Leger'dir. Bunlar hamısı özə bir bax, 20-ci illərdə, 1920-ci illərdə, 21, 22, 23 bunlar yığışırlar bir yerə, Georges Braque, Leger, Picasso və fikirləşirik ki, biz belə bir adi bir şeydən
çox kreativ bir şey lazımdır eləmək. Nə eləmək olar? Onlar deyirlər yaxşı, gəl götürək bu banal bir predmeti, onu elə kreativ. Necə kreativ? Birincisi, bu əşya danışmalıdır. Onun tarixi olmalıdır. O nədənsə danışmalıdır. Fəlsəfə olsun, nəyəsə ideya, birdən ideya olsun, amma ki danışmalıdır. Yəni ki esse olmalıdır. Esse yazı formada yox. O özü danışmalıdır. Onun üçün də çaynik başladı artipod, oradan sonra gəlir artipod. İngilis dilində bədii çaynik. Bədii çaynik o demək deyir ki, onun üstündə nəsə naxış qoyursan. O artipod deyir. Artipod ideya nə verir? Məndə çayniklər var ki, hansı ki danışır, paleolitdən danışır. Çaynik var ki, orta əsrdən. Çaynik var ki, atalar sözünü açır. Onu bilmək lazımdır. Yəni onun üzərində o informasiyalar, o kodlar var. Yox, bu rəsm deyir orada. Bu özü, çaynik özü danışır. Çaynik var ki, hansı ki, hər bir taxtadan yığılıb, keçib kimsə, görüb ki, bəzi taxtalar var, nəsə yığıb belə, nəsə yapışdırıb neynəsə, taxtanın, mismardan zadın. Baxırsan, deyirsən, bu neylə məşğuldur bu adam? Yəni ki, informasiya verir. Bəli. Bu çayniklər artipod 20-ci illərdən indiyəcən çox rəssam yox, amma bəzi rəssamlar elə bu xəttinə gedirlər. Keramika sənətkarı, keramika rəssamı dulusçu deyil. Yox. Amma dulusçuluq bilməlidir o. Yəni dulusçuluq demək olarmı ki, keramika rəssamlığının başlanğıcıdır? Pilləsidir. Aha. Ondan qabaq var, kalbaskalarla bağlayırlar, qalxızırlar. Onun deməli təxmin onun yaşı 10-12 min il yaşı var onun. Ən qədim 18 min il yaşı var. Böyük bir bağda. O bağda 6 ayda tapıblar. Amma ki o yığılıb kalbaskalarla. Yəni ki belə yığıblar onu. Bir-birinə yapışdırırlar suna. Axı gil sunla yapışır. Və yandırıblar sonra. Rəssamlar, yaxşı rəssamlar da, peşəkar rəssamlar. Peşəkar. Mütləq keramika ilə məşğul olurlar. Yox, gəlirlər. Keramikaya gəlirlər, amma nəzərə alaq ki, keramika sənəti çox çətindir. Orada texniki biliklər lazımdır. Mən yanılmıram ki, niyə rəssamlar özlərini bu qədər çətinə salırlar? Çətin işdə bir maraq olmalıdır. Mən istəyirəm o maraqlı tərəfləri bizim dinləyicilərimizə izah edəsiniz. Sən kimyanı bilməsin, fizikanı bilməsin və var da materialı vecin deyilir ona. Yəni gillərin cürbəcür müxtəlif rəngləri var. Rənglər də o nədir? Rəng deyir o. O hər gildə duzlar var. Bu duzlar rəng verir. Amma ki hindi də verir, bir rəng verir. Tutam ki biz götürmüşük sarı təhərdir gil. Amma ki yanandan sonra qıpqırmızı kərpiç kimi olur. Onun üçün bütün gillər iki yerə bölünür. Qırmızı yanan gillər, ağ yanan gillər. Bizdə Qazax tərəfdə var. Çində deyirlər ona kaolin. Yəni ki ağ gillər çox azdır. Gəncədə də var biraz kaolin. Amma ki belə işləmək üçün bizdə qırmızı gildir. Onun üçün də biz birinci yerdəyik. Birinci yer tuturuq. O palçıq vulkanları var ha. Bəli. Görürsünüz, 1 metr keçirsiniz, burada yaşıla bənzəridir. Obrisi sarıya gedir, obrisi boz rəngə olur. Heç kəs fikirləşmir ki, niyə görə bunu, kim rəngləyib bunu? Bunu rəngləyən elə təbiətdir. O duzlardan başqa. Heç nə yoxdur orada. Cürbəcür duzlar rəng verir. Və bundan da onun xarakteri gəlir. O gillər ki, hansı ki, dəmirin duzları, ferrum o çoxdur, o tez əriyir sobada. Onu yandırmaq olar uzaq başı 1100 dərəcədə. 1200-ə, 1300-ə əriyir gedir gil. Smitan kimi əriyir sobada. Gillər var ki, hansı ki 1500-ə gəlir. 2000-ə gəlir. Siz onların hamısının elmini bilirsiniz. Bir də onları qurutmaq məsələsi var. Bu da çox çətindir. Qurutmaq da o sirdir. O sirlər nədən ibarətdir? Yəni ki, sən bu peşəni bilməsən, sən bunu düz qurutmasan,
O partlayacaq, sobada partlayacaq. Mir Teymur müəllim, Azərbaycanda keramika sənəti o qədər də inkişaf etməyib axı. Mən belə düşünürəm. Siz necə öyrənmisiniz bunların hamısını? Bəlkə Mən- biraz ötən illərə baş vuraq. Öyrənmişəm ki, Rusiyada bilirlər ki, mən kiməm. 2015-də mən olmuşam, böyük bir jüri var Novosibirskdə. Məni orada dəvət edildiler. Mən oldum, sədr oldum orada. Jürinin sədri olmuşam. Çünki mənim yanıma keçməzlər. Yəni ki, mən buraxmayacağam, pis işləri buraxmayacağam. Orada da çox böyük bir rəssamlar, bütün rəssamlar, böyük rəssamları orada iştirak edirlər. Hər şey bir-birinə bağlıdır, hər şey. Sən bunları bilməsən, sənin istəyin olmasa, mən sənə öyrədəcəm bunları. Amma sənin istəyin olmalıdır. Yəni sən yoxuda sən uzanıb, əllərin, barmaqların sənin işləməlidir. Sən nə isə yapmalısan. Onun üçün mən həmişə deyirəm ki, problemli uşaqlar var ha. Bəli. Onları müalicə eləmək olar keramiklə, dilinə. Yəni o motorika bacarıqları olmayan, Bəli, zəif olan taksil, uşaqlar. bəli. Taksil o hələ ki başlayır o əl vurma, o polimer gillərdə yox ha. Ancaq o natural gillər. Aha. Özü mən gəlin qayıdım bizim gillərimiz. Gəlin də mən özümü Azərbaycanın qabağa verim. Biz birinci yeri tuturuq dünyada. Dünyada 800-ə yaxın palçıq vulkanlar var. Həmişə deyirlər təxminə. Aha. Çünki bu gün gözü var palçıq vulkanın. Sabı yoxdur, bağlandır gözü. Onun üçün həmişə deyirlər elmi cəhətdən, həmişə deyirlər 800-ə yaxın dünyada palçıq vulkanlar var. Bizdə 400-ə yaxın. Ne istəyirsiniz? Yəni əsl Neft verilib. keramikanın vətənidir. Bəli, neft verilib. Palçıq verilib. Ya palçıq deyəndə məndə palçıq sənin ayağının altındadır. Bu palçıqdır, bu gildir. Siz bilirsiniz 1941-ci ildə görün necə mən tanıram. 20-ci əsrdir. Bəli. Savaş, faşistlərlə savaşı. Ondan da qabaq 14-cü əsr. 1340-cı, 50-ci illər. Ömər Kəfi Əddin traktatda yazır. Orada yazır ki, mən onu rusçan deyim ki, sərbəst olsun. Резанные и колотые раны мышцы глины, которые есть в боку. Все. Yəni O hamısı o bıçaq yarası, sonra ox yarası, hamısını bağlayın o şeylə, əski də göy gilabını. o da Bakıdadır. Hə. Hələ bizə heç uzağa getmək lazımdır. 30 kilometrdə başlayır o gillər hamısı var. Bəli. Boz rəngdə. Bu 14-cü əsrdir. Və 20-ci əsrdə bizdə deməli bizim o vaxt SSR-də biz yaşayırdıq. O zaman deməli bizim o Lend-Lease'lə, sonra Amerikadan, İngiltərədən gəmilər gəlirdi, pensilin gətirirlər. Murmanskın yanında həmişə orada vaxtda dayanırdılar o Alman sualtı gəmilər və batırırlar onları, gəmiləri. Hamısını gətirirlər o pensilin, striptansını, hamısı gedirdi dənizə. Onun üçün çox adam, çox cavan uşaqlar itiriblər ayaqlarını. Çünki qaz qankrenini saxlamaq olmadı. Çürüyür adam. Özü baxa-baxa görür ki, bədəni çürüyür. Minadan zatdan. Və onda mənim atam da, mənim dayım da cərrahdır. Və keçiblər, bəli, cərrah. Və keçiblər bütün dünya müharibinin keçiblər ikinci dünyanı. Berlinə gedib çatıblar. Və orada onlar təklif elədilər Stavkaya. Belə traktatı var. 14-cü əsrdə palçıqla. Bunu eləyiblər, saxlayıblar, qaz qankrenini saxlayıblar. Yoxlayıblar, icazə veriblər. Və buradan Bakıda neftlə bərabər heç kəs onu danışmır. Neftlə bərabər o bizim palçığımız gedib. Bizim gilimiz gedib. Yəni 1941-ci ildə 1941-ci ildə bütün qospitallara verirdilər briketləri. palçıqlar. Hə. Gilləri. Suyun içinə doldurursan, smitan kimi olur. Sonra yapırsan Yaranın üstünə. yox, əskinin üstünə. Sonra o əskini qoyursan, bağlayırsan. Qaz qankrenini saxlayır o. Qaz qankrenini siz bilməmisiniz. Mən görmüşəm onu. Simaşqada mən getmişəm. Bəli. Dayının yanına o zaman orada işləyirdi. Mən oxumuşam, indi mən bilmək istəyirəm. Bu qaz qankrenini işləyirlər. Bir hünnət var ki, adam baxırsan adama, cavan oğlandı.
çürüyür. Ha, amma ki saxladı. Bizim gilimiz saxladı onu, qaz qaqrənlə. Bəli. Görürsünüz nə faktlar var? Nə faktlar var? Bugün Azərbaycanda hazırlanan keramika məhsulları üçün ki materiallar var, onların hamısını elə Azərbaycandan əldə edirsiniz, yoxsa başqa ölkələrdən də ancaq gətirilir? Azərbaycan. O mütləqdir. Kim məndən soruşur, mən ancaq yerli. Çünki mənə hansı ölkəyə dəvət edirlər, mən birinci deyirəm ki, bu dili hardan alırsınız? Yəni ki, mən İngiltərədə İspan dilindən mən işləməyəcəm. Mənə aparın o harda o çalışırsınız, harda götürürsünüz o dilləri göstərin mənə. O düzgün deyil. Siz özünüzü sayırsınız belə ki, tutam ki İspaniyada ya hələ Polşada, Almaniyada, Serbiyada. Mən həmişə getmişəm onun yatağına və oradan seçmişəm. Və bu gildən yarım ton, bu gildən 10 kilo. Bu tüm, yəni ki değişmiyor və ən əsas da bir gillə işləmək olmaz. Onları qarışdırmaq lazımdır. Belə bir fakt oxumuşdum ki, bu sənətlə qədim zamanlarda qadınlar da məşğul olublar. Məsələn, bugün xanımların marağı var bu sahəyə. Əsas elə xanımlardır. Yəni yaddaş gəlib. Və atası, anası, keramikanın atası, anası qadındır. Birincisi pragmatik. Qadın həmişə pragmatikdir. Mən bunu nə üçün yapım? Niyə görə? Niyə lazımdır bu? Nəysə lazım eləmək. Çox su aparmayacaqsın ovucunun içində. Bir 5-6 dam atacaqsan, su axacaqsa. Nəysə lazımdır eləmək ki, saxlayayım bunu. 18.000 il bundan qabaq 6 ayda tapıblar. Balaca maskura kimi. Bəli. Əllə, qadın əllə, böyük barmaqla sıxıb və maskura eləyib balaca. Tutam ki, bir 50 qram su bəlkə, 70 qram su gedib ora. Amma harasa aparıb baxı. Sonra aparıb su verib, gəlib sonra atıb elə şeyin yanında, odun yanında atıb. Yaddan çıxıb, ya qalıb burada, ya işi var idi. Onun üçün də birinci elə keramika elə oradan gəlib. Amma o da çox gözəl şeydir. Mən bir nümunə kimi. Mən həmişə ağlam haqq tutur ki, onun yanında balaca bir 5 diametrdə, 5 santimetr diametrdə onun qızı eləyib. Yəni ki, anasından baxıb onu eləyib. O vacib şeydir. Bugün var xanımlar ki, gəlib sizdən öyrənmək istəsinlər. Çox. Gəncədə mənim məktəbim davamçısı var. Bəli. Qubada var, bütün Azərbaycanda var. Hər yerdə var. Şəkidə var. Neçə keramika mərkəzi yaratmısınız indiyə kimi? Azərbaycanda Bəli. Birincisi mən yaratmışdım İçəri şəhərdə Böyük Qalıq küçəsi 22. Bəli. Sonra Şəki keramika mərkəzi, Nardaran keramika mərkəzi qutardı getdi. Baxmayaraq ki, keramika sənətinə maraq Sovet dövründə də olub, amma çox təəssüflər olsun ki, mən yanılmıramsa, o illərdə bu sənətlə bağlı simpoziumlar keçirilməyib. Və Azərbaycanda beynəlxalq simpoziumların müəllifi məhz Mir Teymur Məmmədovdur. İndiyə kimi keçirdiyiniz beynəlxalq simpoziumlardan istəyirəm danışasınız. Yəni bu necə qarşılandı? İlk simpoziumdan başlayaq. Bu təşəbbüs necə yarandı? Bilirsiniz, Şəkidə keçirdim mən. 26 ölkə gəldi. Mən ən əsas şad oldum ki, o bayraqları görəndə. Mən istəyirəm ki, 26 yox, 52 dənə ölkə gəlsin bura. Onların bayraqları hamısı burada, bizdə olsun. İmkan var bizdə. Gil, buyur. Şirə biz alırıq, mən alıram şirəni, Almaniyadan alıram. Bots deyirlər firması. Bots, yəni ki, reklam deyir, mən deyirəm. Bəli, narahat olmayın. Hansı ki, yaxşı şirədir. Olduqca yaxşı şirədir. Çünki biz özümüz istehsal eləmirik onu. Yoxdur bizdə. Amma lazımdır eləmək. Bəli. Yəni imkanlar var onu istehsal etməyə? Bəli. Var, hər şey var bizdə. Ayağınızı atırsınız, qızılın üstündə gezirsiniz. Biz gezirik qızılın üstündə. Nə istəyirsiniz var bizdə? Brilyant, almaz mən demirəm, qoyuram biri. Brilyant sonra. Almaz qoyuram bir yana. Bax, qızılı. Gədəbəydə qızıl. Kəlbəcərdə qızıl. Qızıl suyu da lazımdır keramikada. Ondan başqa da bizdə təcrübə var. Biz bu təcrübəni yaddan çıxartmışıq.
Mən tək əldən ses gəlməz. Amma ki, mən gənə də çalışıram ki, bütün mənim şairlərim burada Azərbaycanda, daxildə, ya Azərbaycandan biraz qıraq olsun. Polşa, Serbiya, Almaniya, Amerika. Yəni ki, onları götürsə, mən görürəm necə mənim şairlərim aparır bu işi aparır. Gəncədə elə çox gözəl mənim şagirdim var, Vüsalə Ramazanova. O mənim məktəbimə aparır. Amma əməlli davam eləyir onu. Mən istəyirəm bütün Azərbaycan olsun, mərkəzlər olsun. Bu vacibdir. Biz uşaqları o mobil telefondan ayrılıq. Bəli. Bunlar işləsinlər. Və görəcək ki, biz Chopin'dir, Strauss'dur, Goethe, yəni ki, belə adamları, Niyazidir, biz onları tərbiyə eləmək lazımdır. Mobil telefonla olmaz onu demək. Çünki o adam ki, hansı ki, musiqi də məşğuldur, mən həmişə deyirəm ki, uşağınız məşğul olub, musiqi, nəyəsə, dirin eləyib, deyirəm, çox gözəl. Pianino əsaslı, birinci pillə pianinodur. Mən bilirəm ki, sizin ömrünüzdən, həyatınızdan necə insanlar, necə rəssamlar keçib, kimləri görməmisiniz ki? Dahi rəssamlardan Lətif Kerimi götürək. Mən onu elə bilirdim ki, bu mənim babamdır. Bu yazıqda bir nə şey danışıb bizə. Mən ölürdüm onun için, onun karandaşları var idi, qələmləri var idi. O həmişə itirirdi iğnə kimi. Çünki incə xəttə ornamentlər aparırdı. Mən də ölürdüm o karandaşçı. Gələn kimi cumurdum o. Bu da qışqırırdı. Dilərə gəl oğlumu götür buradan. Şürlə mənim üstümə axbarırlar ki, mən onu əl vurmayım onun qələmləri. Bu belə. Və Səttar Bəhlulzadə ilə görüşmüşsünüz. Bəli, Səttarla söhbətlər olub məndə. Çox. Özü o başa düşürdü ki, axı çox adam onu başa düşmürdü. Niyə başa düşmürdülər sizcə? O da qapalı idi çox. Bu bir, qapalı idi birisindən, bizdən. Biz eləmişik onun qapalı. O yaxın adamlarla o açıq adam idi. Və çox dərin söhbətlər aparırdı. O da Leningradda oxumuşdu. Bəli, siz də orada oxumuşsunuz. Onun üçün də bu çox dərin adam idi. Amma ki, çox adam onu başa düşmürdü. Onu bir dənə söz onu çatırdı ki, deyirdi ki, bağışlayın, mən gedirəm. Dərinə getmirdi. O spora getmirdi. Mübahisə eləmirdi. Heç vaxt. Ümumiyyətlə, Mir Teymur müəllim, siz də elə görürəm, hiss edirəm ki, o qədər təmiz, sakit auranız var ki, elə biləm siz də mübahisələrdən qaçırsınız. Axı, mən vaxt itirmək istəmirəm. Mən nə görsədim, öz biliyimi görsədim, kimə? Qarışqanın qabağında mən öz gücümü görsədim. Nə gözəl. Mir Teymur müəllim, simpoziumlarla bağlı 5-ci simpozium artıq keçirirsiniz. Keçib artıq. Bəli. Növbəti simpozium olacaq? Olacaq, mən danışıqlar aparıram. Mən seçirəm, yaxşı rəssamları seçirəm. Çünki mənim ideyam ondan ibarətdir ki, proyektim. Biz toplayaq, çox gözəl işləri toplayaq. Yaradaq, içəri fondu yaradaq. Və çox adamı dəvət eləyək, çox ölkələri dəvət eləyək ki, baxsınlar necə məkandır bu. Biz kimik? Sizin içəri şəhərdəki muzeyinizdə təxminən neçə eksponat var? Bilmirəm. Çoxdur. Heç vaxt saymamışım, məndən soruşublar. Siz birinci dəfə soruşmursunuz. Çox adam soruşur. Hər gün işləyirəm mən. Hər gün işləyirsiniz, adamda belə bir fikir yaranır ki, siz hər gün bir əsər yaradırsınız, yoxsa yəni bir əsər təxminən bir günə yaranır? Bəli, çünki keramika da belədir. Amma sonra quruyur axı. Bir həftə quruyur, 2 həftə quruyur. Yayda 2 həftə yox, böyük kompozisiyalar. Amma ki, bir həftə orta kompozisiyalar quruyurlar. Qışda 2 həftə, 1 ay yarım quruyur. Bir də sizin içəri şəhərdəki muzeyinizin həyətinə gələn insanlar həm də oradakı, belə deyim də, o lianaya görə gəlirlər eyni zamanda. Meynə var orada. Qız meynədir. Adı qız meynədir. Bəli, qız meynədir. Gələn elə sizdən ondan istəyir ha. Mən verirəm, mən hər il kesirəm onları, dağları. Təxminən bir 30 nəfər, 40 nəfər adam aparır bu dağları. Mən istəyirəm ki, bütün Azərbaycan, bütün Abşeron o meynədə olsun. Çünki o çox oksigen verir yaxşı. Qızarır. Oktyabrda, noyabrda o qızarır, qıpqırmızı olur yarpaqları. Sonra tökülür hamısı. Mir Teymur müəllim, keramika sənətinə bugün maraq hansı səviyyədədir? Mən çox şadam ki, mən o marağı yaratmışam.
Keramika indi bağlı ilə mənim adımla. SSR vaxtında imkanlar bizdə biraz sıxmışdılar bizi. Axı qabaqda Leningrad var idi, Moskva var idi. Orada yaşayırlar keramistlər. Siz nə? Siz nefti verin qutarı getdi. Belə bilirsiniz. Mən çox görüşmüşəm çox belə adamlarla. O Raykom partisi, Qarkom partisi bizim işimizdə axı oradan keçirdi. Sizə maneələr yaradırdılar, hə? Qoymurdular, vermirdilər onu. Keramikada biraz axı qədimlik var. O qədimliyə görə, ənənələrə görə də, məsələn siz türkçülükdən gələn ənənələri dediniz. Onlara görə olubmu ki, hansısa əsərinizdən ötürü, hansısa əsərinizə görə belə deyim də başınız ağrısın? 82-ci ildə deməli Ümumi İttifaq simpoziumu idi. Yığırlar 15 dənə respublikadan 15 dənə rəssam, akvarellə işləyənlər. Bizdə də Əli Səttar var idi, çox gözəl akvarelist. Ondan başqa da bir 10-15 nəfər var idi. Bilmirəm, çox gözəl rəssamlar idi. Amma seçdilər məni. Mən getdim o uzaq şərqə. 1982-ci il Xabarovsk, Komsomolsk na Amuri. Oradan da getdim Nikolayev, Amursk, bu şəhərlər hamısı. Mən oradan 100-ə yaxın böyük listləri gətirmişəm. 60-80-də. A1, A1. Bu listlər, yəni akvarellə. Moskvada oldu 100 dənə. Mənim hələ işlərim hamısı getdi akvarellə. İşte hamısı sərgiyə getdi. Moskvada oldu, sonra Leningradda oldu. Sonra oradan gəldi, apardılar o biri şəhərlərə, Kursk'a da gəzirdi. Bir il mənim işləri mən bilmirdim, görmürdüm. Heç əlimi də mən kesmişdim ki, mən görməyəcəm onları. Harsız itəcək zaten. Amma ki gəldilər, sonra 8 aydan sonra gəldilər Bakıya. Gezdilər. Sonra mən burada elədim. Hələ Böyük Qalıq küçəsində 22-də orada axı sərgi salonu var idi. O sərgi salonunu da mən boşaltmışdım. Elədim o bədii zal, bədii qalereya elədim. 82-ci ildə də o maneələr olub sizə. Bəli, çünki orada çıxış var idi. Mən sonra dedilər, Raykomlar, Qarkom partisi, o indi Niyazi küçəsi var. Məni oraya çağırmışlar ki, siz gedirsiniz Azərbaycanı təqdim edəcəksiniz. Deyirəm, çox gözəl. Baxarıq da biz siz kandidaturu kimi. Mən bilirəm ki, məni seçiblər. Çünki Moskvadan mənə zəng eləmişlər ki, yazın. Amma hələ də bunlar namizədsiz deyil. Yox, sizin orada çıxışlarınız var. Siz türkçülüklə məşğul olun. Bizə o zaman biz türkçülük demirlər. O deyirlər ki, pan-türkizm. O yapışdırırlar adama pan-türkizm. Necə ki, Leningradda da, Moskvada da həmişə o pan-türkizm. Dedim, getməyəcəm. Nə ilə qorxuzursun məni? Mir Teymur müəllim, mən sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun gəldiyiniz üçün, var olasınız. Dinləyicilərə, keramika sənəti ilə maraqlanan insanlara, ümumilikdə sənətsevər insanlara nə arzu edirsiniz? Allah mənə can sağlığı versin, məndə də güc olsun ki, mən öyrədim, davam elimi öyrətməyə və çox mərkəzlər açmalıyım. Bütün rayonlarda açmalıyım. Bəli. Çox sağ olun. Təşəkkür edirəm.